ailəni hər iki evlənəcək cütlük qorumalıdır və ailəyə müdaxiləyə icazə verməməlidir. İstər oğlan tərəfin atası, anası və yaxud da qız tərəfin atası, anası müdaxiləyə qəti şəkildə icazə verməməlidir. Çünki əgər icazə verilsə, beləliklə söz söhbətlərin sayı çoxalacaq və ailədə fitnə qapıları açılacaq. Və boşanmalar beləliklə də pik həddə gəlib çatır. Nə olursa olsun, ailəni qorumaq hər bir evlənəcək cütlüyün vəzifəsi olmalıdır. Kim bunu icra edə bilməsə, həqiqətən də Allah Azza və Cəllənin sevmədiyi bir iş olan, Allah Azza və Cəllənin icazə verdiyi bir halal olan talaqı icra etmiş olacaq. Və beləliklə də həm övladlarının məsuliyyətini daşıyacaq, həm də axirətdə Allah Azza və Cəlləyə lazımsız boşanmalara görə bir hesab verəcək.